Bugün sizə öz sinifində fərqlənən bir modeldən danışacağım. Wuling Asta Hibrid. Ətrafımızda olan bir çox crossoverlər 1.5 hibrid mühərriklə gəlir. Bu isə 2 litrlik atmosferik mühərriklə təchiz olunub. Nəticə, daha stabil sürüş, daha davamlı sistem, daha çox resurs. Üstəlik, hibrid texnologiyası ilə birlikdə 177 at gücü və 4,5 litr yanacaq sərfiyyatı. Və bu sadəcə texniki göstərici deyil. Bu avtomobil 100 ildən artıq təcrübəyə sahib olan General Motors ilə birgə hazırlanıb. Yəni, arxasında qlobal güc, ciddi mühəndislik və etibar dayanıb. Gəlin, salona baxaq. Açarsız daxil olma, dəri oturacaqlar, sürücü oturacağının elektrik tənzimlənməsi, elektrik multifunksiyonal dəri sükan, start-stop, 10.1 düymlük sensor ekran, 540 dərəcə kamera, Android Auto, CarPlay, yəni telefon yox, avtomobilin özü smartdır. LED işıqlar, duman fənərləri dönərkən avtomatik yanır, pəncərələri isə məsafədən açılıb bağlanır. Bu avtomobili 4 il və ya 100 min kilometr zəmanətlə əldə etmək istəyirsinizsə, Babək 38A ünvanında yerləşən satış mərkəzimizə yaxınlaşa və ya Ulduz 8887 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.